Bildiyimiz kimi tədris ilinin sonunda Təhsil Nazirliyi tərəfindən 4 və 6-cı siniflər üzrə monitorinq imtahanları təşkil olunacaq. Və qeyd edək ki, 4 və 6-cı sinif üzrə təhsil alanların hər birinin bu imtahanda iştirak etməsi icbaridir. Bütün bunları nəzərə alaraq Fatih kursları şagirdlərə dəstək məqsədi ilə monitorinq sınaq imtahanları təşkil edir. Və hər bir şagirdə Fatih kurslarının təşkil etdiyi sınaq dərslərinə qoşulmağı tövsiyə edirəm. Çünki bunun üçün bir çox özəl səbəblərimiz var. Belə ki, bütün sınaq imtahanları Təhsil Nazirliyinin təqdim etdiyi çərçivə əsasında ekspertlər tərəfindən hazırlanıb. Və bütün imtahanlardan sonra suallar YouTube kanalı üzərindən tək-tək izah olunur. Ay ərzində sadəcə bircə dəfə 5 manat ödəməklə övladınız hər bazar günü sınaq dərsində iştirak edəcək. Bəli, düz eşitdiniz. Sadəcə və sadəcə 5 azəyin ödəməyiniz yetərlidir. Və qeyd edeyim ki, hər ayın sonunda övladınız topladığı bala əsasən müəyyən dərəcəli sertifikatlarla mükafatlandırılacaq. Son olaraq isə bütün bu sınaq imtahanları onlayn təşkil olunur. Onlayn təşkil olunduğuna görə Respublikanın istənilən bölgəsindən könül rahatlığı ilə qoşula bilərsiniz. Elə indi WhatsApp üzərindən bizə yazaraq qeydiyyatdan keçə bilərsiniz.